Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam 8-ci sinif şagirdləri, iş dəftəri 8-ci sinif 2-ci hissə iş dəftərindən əsaslar mövzusunun suallarına baxarıq. Əsaslar nəyə deyilir? Bir əsas nümunəsində əsasın tərifi və tərkibini əlaqələndir. Deməli, ə, deyək, natrium OH götürək. Metal katyonu burada natrium müsbətdir və hidroksid ionundan hidroksid ionunda OH mənfidir. İbarət birləşmələrdir. Burada bir dənə istisna var ki, metal katyonu olmasa, məsələn, NH4OH-da metal katyonu deyil, amonium ionudur. Və yaxud da siz burada bir çox nümunələr yaza bilərsiniz. Litium OH yaza bilərsiniz. Onda mötərizədə litium müsbət yazacaqsınız. Hidroksidləki hər birində var. Və yaxud da alüminium OH3. Yəni burada OH-ın sayı dəyişən bir şeydir. Metalın valentinə əsasən. 2-yə baxaq. Əsasların adını və formulunu yaz. Burada adlarını yazmalıyıq. Deməli, əsasları adlandıranda, əgər sabit valentlidirsə, metalın adı və hidroksid sözü, dəyişkən valentlidirsə, metalın adı, valentliyi, sonra hidroksid sözü deməliyik. Birincidə metal sabit valentlidir. Bu kalsium hidroksid olacaq. Hidrooksid. Bura sığmır. Bu olacaq dəmir. Mötərizədə yazacaqsınız 2. Çünki dəmir burada 2 valentlidir. Hidrooksid. Sonra xrom. Xrom da dəyişkən valentlidir. Burada 3 valentlidir. Yəni OH-ın ayağında nə görürsünüzsə valentliyi də odur metalın. Xrom 3 hidroksid. Litium sabit valentlidir. Litium hidroksid. Mis dəyişkən valentlidir. Burada 1 valentlidir. Mis 1 hidroksid. Bu isə amonium hidroksiddir. Kalium hidroksid. Kalium sabit valentlidir. Ona görə formul belə olur. 1 valentlidir. OH-ın sayı 1-dən olur. Dəmir 3 hidroksid. Dəmir baxın 3 valentli olduğu üçün OH-ın ayağına 3 düşür. Alüminium sabit valentlidir. 3 valentlidir. OH-ın ayağına 3 düşür. Mis dəyişkən valentlidir. Ona görə burada vurğulayıb 2 olmağın OH-ın ayağına 2 düşəcək. Natrium sabit valentlidir, 1 valentlidir. OH-ın ayağına heç nə düşmür. Xrom dəyişkən valentlidir. Burada 2 valentli olduğunu yazıb, ona görə OH-ın ayağına 2 yazdıq. Bəzi əsaslar suda həll etdikdə elektrolitik dissosiasiya edir. Kalsium hidroksid elektrolitik dissosiasiya tənliyi necədir? Kalsium hidroksidin əvvəlcə formulu yazaq belədir. Dissosiasiya etdikdə kalsium 2 müsbət, üstə gəl OH mənfi olur. Bu ionun yükləri oksidaşma dərəcəsindən üst-üstə düşür. Kalsium burada oksidaşma dərəcəsi 2 müsbətdir. Müsbət 2-dir daha doğrusu. İonun yükü yazanda birinci 2 yazılır, sonra mənfisi müsbəti. OH-dakı mənfi 1-dir. Ona görə hər zaman üstündə mənfi olur. Kalium hidroksidin elektrolitik dissosiasiyası kalsium hidroksidin elektrolitik dissosiasiyasından nə ilə fərqlənir? Baxaq. Kalsium hidroksidin. Burada 2 OH mənfi olur. Deməli, belə yaza bilərsiniz. Burada bir NaSay da OH mənfi ionu əmələ gəlir. Burada isə 2 NaSay da. NaNın ayağındakı A bölüb ionu əmələ gəlir. Kalium hidroksidin elektrolitik dissosiasiya necədir? Bunu da yazdıq. Burada həmçinin mən bu yazdığım ümumi tənlikdir. OH-ın sayı 2 dənə olduğu üçün belə yazırsınız ki, kalsium
OH2 2 mərhələdə dissosiasiyadır. Mərhələləri də belə qeyd edə bilərsiniz. Kalsium OH2, deməli, alınır kalsium 2 müsbət, yox, birinci mərhələ yazırıqsa belə, üstəgəl OH mənfi. İkinci mərhələsində isə kalsium OH müsbət, bu iyonlarına parçalanacaq, kalsium 2 müsbət, üstəgəl OH mənfi. Yəni, yekun olaraq fərq burada da görür, onsuz 2 dənə OH var. Mərhələli olduğunu da qeyd edə bilərsiniz. Sonra baxaq 4-cü suala. 4-də isə 1-2 şəkillər verir bizə. Su ilə qarışdırılan əsas. Kalsium hidroksid, alüminium hidroksid, dəmir 2 hidroksid, litium hidroksid verir bizə. Baxın, ikinci şəkildə nə görürük? Lampa yanır, işıq saçır. Demək ki, bu qeyri elektrolit yox, elektrolit olmalıdır. Suda həll olan hidroksid olmalıdır ki, iyonlarına ayrılsın, dissosiasiya eləsin və buradan sabit elektrik cərəyanı keçdikdə lampa yansın. Bu da olacaq deməli, kalsium hidroksid və litium hidroksid. Qələvi və qələvi torpaq metallarının hidroksidləri suda həll olandır, elektrik cərəyanını keçirirlər. B və C-də isə biz onlara əlavə eləsək, onlar suda həll olmayandır, elektrik cərəyanı keçirməyəcək, lampa yanmayacaq. 5-ə baxaq. Suda neytral mühitin olduğu sənə məlumdur. Qələviləri suda həll etdikdə bu mühit dəyişir. Bu zaman hansı mühit yaranır və hansı iyonlar hesabına baş verir? Bu zaman qələvi mühit və yaxud da buna əsasi mühit də deyirlər. Hansı iyonlar hesabına? Əlbəttə OH mənfi iyonlar hesabına yaranır. İndi baxaq. Universal indikator əsasi mühitdə göy rəngə boyanır yazırsınız. Lakmus kağızı, qırmızı lakmus kağızı əsasi mühitdə göy rəngə boyanır. Metal oranj əsasi mühitdə sarı rəngə boyanır. Fenolftalein əsasi mühitdə səhrai rəngə boyanır. pH isə əsasi mühitdə 7-dən böyük qiymət alır. pH 7-dən böyük olur. 6-cı suala baxaq. Kimyəvi stəkanlardan birində müəyyən miqdar distilə suyunda barium hidroksid. Mən bunları formulu da üstündə yazım elə oxuduqca. Barium 2 valentli olduğu üçün OH-ın ayağına 2 düşür. Digərində isə kalium hidroksid var. Bu da kalium OH-dır. Turşu molekulları suda tam elektrolitik dissosiasiya edir və məhlullarda anionların sayı bərabər olur. Burada turşu molekulları yox. Əsas molekulları, hidroksid molekulları, burada turşu yoxdur axı. Bu səhv düşür bura. Deməli, hər iki əsasın əsaslar yazmalıdır burada əsas molekulları. Deməli, hər iki əsasın dissosiasiya tənliyini yazaq. Ümumi dissosiasiyasını yazırıq. OH-ın sayı 2 dənədirsə, bu 2 mərhələdə dissosiasiya edir əlbəttə. Barium 2 müsbət, üstəgəl 2 OH mənfi alınır. Kalium OH dissosiasiya eləyəndə kalium müsbət, üstəgəl OH mənfi alınacaq. Məhlullarda anionların sayı bərabər olur deyir. Anionlar nədir? Mənfi yüklülər. Demək ki, mən burada n sayda barium OH2 götürmüşəm. Orada 2 n sayda OH əmələ gələr. Bunu isə deməli ki, mən 2 n sayda götürmüşəm ki, bu da 2 n əmələ gəlsin də. Çünki bunun birindən biri əmələ gəlir. N sayda götürsəm n sayda olur. Belə deyək, bunu 2 n götürürük, bu da 2 n olur. Bunu n götürmüşüksə, bu da 2 n olur. Anionların sayı bərabər olsun deyə belə götürdük. Bu n-ləri burada yazmağınıza ehtiyac yoxdur. Ya da sizə necə rahatsa izah edin, necə başa düşürsünüzsə. Məhlullarda olan ümumi iyonların sayı nisbətini hesabla. Baxın, n sayda bunu götürsəm, n sayda barium əmələ gələr, 2n sayda OH. N sayda bunu götürsəm, n sayda bundan əmələ gələr, n sayda da bu. Amma mən 2n götürmüşəm, anionların sayı bərabər olsun deyə, demək ki, 2n sayda da bundan əmələ gəlir. N deyəndə, yəni ki, bunun yerində 1 də götürə bilərsiniz. Bax, bundan 1 mol götürsəm, 1 dənə barium, 2 OH mənfi əmələ gələr də.
Ümumi ionların say nisbətini. Barium nə qədərdir? Bir dənə. Sonra kalium nə qədərdir? 2. Bəs OH mənfi nə qədərdir? 2N burada, 2N də burada. 4N. Yəni bu onsuz nisbətdə yazanda N'lər ixtisar gedir. Ona görə ümumi belə yazdıq. Say nisbətləri olacaq 1-in 2-yə, 2-nin 4-ə. İfadələri Euler Venn diaqramı üzrə ayır. Baxaq, ifadələr aşağıdadır. H2SO4 verib, barium OH2 verib. Katyonlarının sayı anyonların sayından çoxdur. Gəlin əvvəlcə bunların dissosiasiyasını yazaq. Katyon anionuna baxaq. 2H müsbət, üstə gəl SO4, 2 mənfi. Barium OH2-də isə barium 2 müsbət, üstə gəl OH mənfi əmələ gəlir. 2 də yazırıq qarşısına. Katyonların sayı. Burada katyon nə qədərdir? 2. Anion nə qədərdir? 1. Burada katyon 1-dir, anion 2-dir. Katyonun sayı anionun sayından 2-də sayından çoxdur deyir. Barium OH2-yə aid deyil bu. Bu aiddir H2SO4-də. Bunun katyonu müsbət yüklüsü mənfi yüklüsündən çoxdur 2 dəfə. Bir aiddir bura. Anionların sayı katyonların sayından çoxdur deyirsə, bu aiddir barium OH2-yə baxın. OH mənfinin sayı 2, barium 1. Bu sayla filan deyirik, əslində kimə də belə deyil də indi. Enal sayda molekul, enal sayda ion. Belə deyir, amma indi Loro dildə deyirəm ki, başa düşəsiniz. 2 mərhələdə dissosiasiya edir. Bunların hər biri 2 mərhələdə dissosiasiya eləyəcək. 2 əsaslı turşular 2 mərhələdə dissosiasiya edir. 2 turşulu əsaslar da 2 mərhələdə dissosiasiya edir. Bu hər ikisinə aiddir. Bu da getdi. Universal indikatoru göy rəngə boyayan hansı idi? Əsası mühtəmələ gətirən. Universal indikatoru qırmızı rəngə boyayan turş mühtəmələ gətirəndir. Yəni turşudur. 6-cı suala baxaq. Dissosiasiya zamanı aşağıda kimi ionlar əmələ gətirir? Bu sual deyil. Hə. Bu davamıdır. Bu dissosiasiya müsbəti görürük. Baxın, burada nə qədər müsbət görürük? 5 dənə müsbət gördük katyon. 1, 2, 3. 5 dənə də mənfi görürük. Katyonun sayı anionun sayına bərabər olsun demək istəyir. Burada belə bir şey də olmur. Bu bilmirəm, burada mənfi, burada müsbətdir də. Elə bil burada başqa bir şey yazıb. 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən açıq bir şəkli yaxşı görə bilmirəm burada. Mən də plus qoydum, onu silim. Plusda başqa bir şey yoxdur ki burada. Burada amma sanki 2 müsbət, 2 müsbət yazılıb. Bunlara fikir verirsiniz, elə bil burada 2 müsbət yazılıb. Bilmirəm, siz bilirəm sizdə iş dəftərində yaxşı görsənər və burada nə görürük biz? 8 dənə mənfi görürük. 8 dənə də əgər 2 müsbətsə bu, hə, bunu demək istəyir bu. İyonların yükünü mü demək istəyir? 4 dənə də 2 müsbət iyonu. 8 dənə mənfisi. 8 dənə mənfisi. 4 dənə 2 müsbəti. Yəni 7-də demək istəyir ki, anionların sayı 2 dəfə çoxdur katyonların sayından. Bu anionun sayı çox olan, bu aiddir barium OH2-yə. Burada bir şey var idi mi? 5 ondan, 5 bundan. Burada bərabərdir. Bərabər olan bənd isə yoxdur. Bu əgər 2 müsbətdirsə dediyim kimi, dediyimiz cavab doğru çıxacaq. Siz özünüz gördüyünüzə əsasən təyin edə bilərsiniz.
Əsasların tətbiq sahələrini müəyyən et. Bu deməli naşatır spirtidir. Amonium hidroksidin suda məhlul. Oy, belə eləyim düz getsin. Bu birinci ayətdə axırıncıya. Sonra sabun istehsalında istifadə olunan natrium hidroksiddir. Lityum hidroksid bu batareyaların içərisindəki lityum hidroksid olur. Kalsium hidroksid də bu əhəng suyu, əhəng məhlulunda istifadə olunur. Buna aiddir buna. Bu bura aid deyil ha bunu. Silin. Bu qədər. Buradan sağ olun, salamat qalın. Nəsə sualınız olsa rəydə yaza bilərsiniz. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.